Bakıda qanunsuz olaraq vətəndaşın evini sökməkdə təqsirləndirilən pilot 16 MMC-nin iş icraçısı Əli Sahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bugün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən kassasiya şikayəti qismən təmin olunub və aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Əli Sahib Əzizova yaşayış yerini tərk etməmək şərti ilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Nəsimi rayon məhkəməsinin hökmünə əsasən Əli Sahib Əzizov 4 il müddətinə şərti azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirərək Əli Sahib Əzizovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 186.2.1 özgənin əmlakını qəsdən məhv etmə, zərər çəkmişə külli miqdarda zərər vurma, 186.2.2 özgənin əmlakını qəsdən məhv etmə, zərər çəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunub.